üzvləri ümumiləşdirən sözlər var. Ümumiləşdirici söz həmcins üzvlərdən əvvəl gələndə ümumiləşdirici sözdən sonra qoşa nöqtə qoyulur. Həmcins üzvlərdən sonra gələndə ümumiləşdirici söz. Onda hər bir ümumiləşdirici sözdən əvvəl tre qoyulur. Treyə diqqət edin, əlavədə də tre var idi, ümumiləşdirici sözdə də. Bax, misal üzərində deyək. Deyirəm ki, hamı, uşaqlar və böyüklər həyətə toplaşdı. Mən həmcins üzvüm, uşaqlar, böyüklər. Bunlar həmcins üzvdür. Çünki nə etdi? Toplaşdı. Kim toplaşdı? Uşaqlar, böyüklər toplaşdılar, yazın, toplaşdılar. Kim toplaşdı? Uşaqlar, böyüklər. Burada uşaqlar, böyüklər həmcins üzvdür. Bunları ümumiləşdirir bircə kəlmə deyir. Uşaqlar, böyüklər ümumiləşdirir bir kəlmə deyir ki, hamı. Bu ümumiləşdirici sözdür, hamı. Yazın üstünə ümumiləşdirici söz. Ümumiləşdirici söz həmcins üzvlərdən əvvəldə gəlir. Əvvəldə gəldiyinə görə ümumiləşdirici sözdən sonra qoşa nöqtə qoyulur. Əgər bu ümumiləşdirici söz həmcins üzvlərdən sonra gəlsə, onda tre qoyulacaq. Məsələn, deyirəm ki, dağları, dərələri, hər yeri gəzdim. Nə etdim? Gəzdim. Kim? Mən. Mən haranı gəzdim? Dağları, dərələri. Görürsünüz, həmcins üzvdür. Həmcins üzvlərimi bircə kəlmə ilə ümumiləşdirirəm. Dağları, dərələri bir kəlmə deyirəm. Hər yeri. Hər yeri ümumiləşdirici sözdür. Bu ümumiləşdirici söz həmcins üzvlərdən sonra gəlir. Sonra gələrsə ümumiləşdirici sözdən əvvəl tre qoyulur. Yəni bu qədər rahatdır. Bunu bəzən əlavə ilə qarışdırırlar. Əlavədə də tre olur axı. Ona görə bunu əlavə ilə qarışdırırlar. Ancaq sizə bir şey deyim. Əlavədə belə sadalanma olmur. Əlavədə tutaq ki, deyirəm ki, mən könül dərs keçirəm. Mən dərs keçirəm, könül orada əlavədir. Çünki orada sadalanma yoxdur. Amma burada isə dağları, dərələri, hər yeri gəzdim. Axı, burada sadalanma var. Demək, bu həmcins üzvdür. Həmcins üzvlərdə ümumiləşdirici söz olur. Yəni, bu qədər çox yaxın oxşuyur. Çox yaxınlıqla da, yəni çox asanlıqla da fərqləndirmək olur. Həmcins üzv varsa, oradakı söz ümumiləşdirici sözdür. Belə.